Salam, belə bir suala baxaq. Bizə alkaden verib, molekulunda polyar və qeyri-polyar rabitələrin sayı n-dir. X-in molekulunda rabitənin əmələ gəlməsində iştirak edən orbitalların ümumi sayını müəyyən etməyimizi istəyir. Demək, alkadenlərin ümumi formulu bilirik ki, CnH2n çıxılsın 2-dir. Polyar rabitələrin sayı polyar. Hidrogenlərin sayı qədərdir. Yəni 2n çıxılsın 2. Və buradakı n ilə qarışmasın deyə biz buradakı n-lərin yerinə n' yazaq. Bu polyar olacaq 2n' minus 2. Qeyri-polyar rabitələrin sayı isə karbon sayından bir vahid çox olur. Bunu bir nümunə üzərində göstərsək, tutaq ki, propaden yazmışıq. Burada nə qədər qeyri-polyar rabitə var? Karbonlar arasındakı rabitələri sayırıq. İkisi burada, ikisi burada. 4 dənə. Yəni karbon sayından bir vahid çox olacaq qeyri-polyar rabitələrin sayı. Onda bizdə də olur n' üstəgəl 1. Və görürük ki, polyar və qeyri-polyar hər ikisi n-dir. N nə deməkdir? n, yəni bir-birinə bərabərdir. Biz də bərabərləşdiririk. 2n' çıxılsın 2 bərabərdir. n' üstəgəl 1. Və buradan da tapırıq ki, n' bərabərdir 3-ə. Tapdıq. Demək, formulumuz nəymiş? C3H4. Bizdən nə istəyir? Rabitənin əmələ gəlməsində iştirak edən orbitalların ümumi sayı. Demək, karbonun sıra nömrəsi bilirik ki, 6-dır. Biz bunu necə yazırıq? 1s2, 2s1, 2p3. Orbitallar üzrə düşsək, burada 2 elektron, burada 1 elektron, burada da 3 elektron. Demək, rabitənin əmələ gəlməsində iştirak edən orbital deyəndə həmişə içində tək elektronu olan orbitalları nəzərə alırıq. Birinci orbitalımızda 2 dənə görürük ki, burada elektron var. Ona görə buna baxmayacaq. Amma burada görürük ki, 1 dənə elektronu var. Burada da hər orbitalın 1 elektronu var. Yəni tək-tək yerləşir. Rabitənin əmələ gəlməsində iştirak edən ümumi orbital deyil. Yəni bizə hibrid, qeyri-hibrid şərtdə də ayırmadığı üçün biz ümumi baxırıq hamısına. 4 dənə orbitalımız rabitə yaradır. Bir karbon üçün 4 dənədirsə, bizim neçə karbonumuz var? 3 dənə. 3 vur 4 karbonun oldu. Hidrogenlər də hidrogenin 1-2 sıra nömrəsi 1-dir. 1s1. Bu formada yazırıq. 1 dənə olur orbital və o da təkdir. İçərisində elektronu təkdir. Yəni bir hidrogenin 1 dənədirsə, 4 dənəsinin 4 dənə olur. 3 vur 4, 12, üstədə 4 gələndə 16. Demək, rabitənin əmələ gəlməsində iştirak edən orbitalların ümumi sayı 16-ya bərabər imiş. Y variantı.